Salam hörmətli xanımlar və cənablar, ilk növbədə həqiqətən salamlayıram. Və məruzəmdə 20-ci əsr Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynamış iki böyük sənətkarın haqqında məlumat vermək istəyərdim. Bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəyli ilə vokal ifaçılığının banilərindən biri olan Bülbülün sənət əlaqələrini tədqiq etmişəm. Və xüsusi diqqətinizi isə onların yaradıcılıq münasibətlərinin zirvəsi sayılan Koroğlu operasında Bülbülün sənətkar təcəssümünün təhlilinə yönəltmək istəyirəm. Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisinin elmi əsaslarını formalaşmaqla yanaşı, Avropa musiqi ənənələrinin yerli melodik strukturlarla sintez edərək milli opera janrının əsasını qoymuşdur. Biz bilirik ki, o ilk dəfə Leyli Məcnun operası ilə bu istiqamətdə ilk addımlarını atmış, sonralar isə folklorun sistemləşdirilməsi və muhtaçdırılması və tədris sisteminə inteqrasiyası sahəsində mühüm addımlarını atmışdır. Və onu qeyd edə bilərəm ki, hər iki sənətkarın elmi praktik fəaliyyətlərinin kulminasiya nöqtələrindən biri Koroğlu operası idi. Bülbül Koroğlu operasında bu partiyanı ifa etmək üslubu təkcə səhnə uğuru deyil, həm də milli vokal məktəbinin öyrənilməsi baxımından canlı vəsaitdir. Onun ifasına əsaslanaraq bir sıra pedaqoji prinsiplər formalaşdırılmakdır həmçinin də. Və xüsusilə onu qeyd edə bilərəm ki, biz burada nəfəs texnikasından danışa bilərik. Geniş frazalarda uzun legatolarla imkan verən dərin diafragmatik nəfəs, həmçində qəhrəmanlıq emosiyasını belə deyəlim, boğmadan ötürürdü. Ümumiyyətlə, əvvəlcədən tələbələrə mətnsiz vokalizlərlə A, O, U uzun frazalar üzərində nəfəsi bölmədən oxuma təlimi təhsil olunur. Diksiya və artikulyasiya konsonantlarının aydınlığı qəhrəman obrazını bariton dramatik rəngini gücləndirir. Biz onu qeyd edə bilərik ki, Bülbül öz ifasında hər zaman çənəni sıxmadan formalaşdırır və delkanto plastikasını ləhçə şaraları ilə uzlaşdırır. Həmçində bu müqayisə göstərir ki, Bülbülün qoyduğu təməl prinsipləri səsin qəhrəmanlıq parıltısı ilə muğam elastikliyini birləşdirmək, müxtəlif dövrlərdə fərqli prioritetlərlə yenidən şərh olunsa da, hər də mətnin aparıcı estetik ölçüsünü təşkil edir. Üzeyir Hacıbəyli Koroğlu operasında biz bilirik ki, bir çox muğamlara da həmçində yanaşmışdır. Biz orada qeyd edə bilərik ki, məsələn, xüsusilə Seyga, Şur, Bayat Şiraz və həmçinin də bununla bərabər aşıq musiqisindən də biz bu operada görürük ki, şahid oluruq ki, istifadə olunmuşdur. Ümumiyyətlə, operanın kulminasiya nöqtələrdən biri də məhz Ey Vətən ariyası oldu. Bu ariya Bülbülün ifasında milli musiqi tariximizin zirvələrindən biri kimi həmçində qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, Koroğlu operası təkcə musiqi deyil, həm də siyasi və ideoloji baxımdan böyük əhəmiyyət daşıyırdı. Sovet dövründə türk xalqları arasında ilk qəhrəmanlıq operası kimi qəbul edilən bu əsər milli özündəlik və mədəni müqavimətin simvoluna çevrilmişdir. Nəticə itibarilə Üzeyir Hacıbəyli ilə Bülbülün sənət əlaqələri təkcə yaradıcılıq əməkdaşlıq çərçivəsində deyil, həm də milli musiqi kimliyinin formalaşması və inkişafı baxımından fundamental əhəmiyyət kəsb etmişdir. Və onu qeyd etmək istəyirəm ki, hal-hazırda da biz gənclər və milli vokal ifaçılarla Bülbülün qalmışları sayılırıq. Və mən bir neçə gündən öncə Fuad müəllimlə də görüşdüm. Ona da məlumat verdim ki, bizim belə bir konferansımız olacaq. O da sizlərə dedikləri salamlarına çatdırım və konferans iştirakçılarına uğurlar arzu etdiyini bildirdi. Həmçinin də icazənizlə ifamı keçməmişdən öncə Maestro Bülbülün ifasında səslənəcək Girdim Yarım bağçasına xalq mahnısını sizlər üçün video çap olaraq təqdim edək. Daha sonra isə özüm edəcəm.